Yox, normaldayam. Yaxşıdır. Aha, yes. Deməli, müəllimlər, Excel proqramı proqram təminatının tətbiq proqramlar qrupuna aiddir. Tətbiq proqramlar qrupunun da cədvəl prosessorlarına aiddir. Excel proqramı cədvəl prosessorudur. Yəni biz burada əsasən cədvəllər, hesablama tipli cədvəllər qururuq. Yəni statistik cədvəllərlə işləyirik. Excel proqramı Word proqramının pəncərə quruluşuna çox oxşuyur. Baxın, gəlin birinci pəncərə quruluşundan başlayaq. Görürsünüz, yuxarı tərəf, baxın bu qırmızı hissə. İndi məndə qırmızı görünməyinə baxmayın, bu normalda ağ olmalıdır. Bu gördüyünüz hissə başlıq zolağı adlanır. Başlıq zolağının, baxın, üstündə tam ortasında sənədə verilən ilkin ad yazılır. Word proqramında sənədə verilən ilkin ad dokument 1 idi. Excel proqramında isə sənədə verilən ilkin ad book 1-dir. Burada isə book 1-in yanında isə Microsoft Excel, Microsoft şirkətinə məxsus olan Excel proqramının adı yazılır. Başlıq zolağının sol tərəfində, baxın, bu gördüyünüz hissədə pəncərənin sürətli keçidlər hissəsi yerləşir. Yəni başlıq zolağının sürətli keçidlər hissəsi. Burada Excel-də ən çox istifadə edə biləcəyimiz, bizə ən çox lazım olan komandalar yerləşir. Buradakı bu üçbucağın üstündə vuraraq bu komandaların, baxın, sayını artıra bilərsiniz. Məsələn, məsələn, mən A-dan Z-ə düzməyi sort komandasını əlavə etdim. Və yaxud da komandanın üzərində sağ düyməni vuraraq bunu buradan silə bilərsiniz. Yəni, bu sürətli müraciət panelinə standart olaraq bu komandalar verilsə də, biz bura özümüz yeni bir komanda əlavə edib, oradan hansısa bir komandanı götürə bilərik. Başlıq zolağının sağ tərəfində pəncərənin idarə etmə düymələri yerləşir. Pəncərənin idarə etmə düymələri pəncərədən çıxış üçün exit əmri, klaviatura qısa yolu Alt plus F4, pəncərəni əvvəlki vəziyyətinə bərpa etmək komandası və yaxud da pəncərəni tam ekran böyütmək komandası yerləşir. Bir də bunun yanında indi qırmızı xəttin aşağı altına düşüb deyə siz onu görə bilmirsiniz. Burada minimize düyməsi. Baxın, burada görürsünüz aşağıda. Bunu görə bilirsiniz yəqin ki. Baxın, bu xəttin eynisi burada da var. Pəncərəni tapşırıqlar zolağına yığmaq və tapşırıqlar zolağından həmin pəncərəni geri qaytarmaq üçün, baxın, üzərində vurur və geri qaytarır. Yəni, buradakı bu düz xət pəncərənin tapşırıqlar zolağına yığmaq üçün istifadə olunur. Pəncərənin başlıq Deyirəm zolağı, müəllimlər. axşamınız xeyir olsun Telli müəllimə. Üzürü say, məktəbdən gec gəldim, gecikdim birazdan, üzürü say müəllim. Problem yoxdur müəllimə. Qulaq assaq dərsin izahındayıq. Deməli, baxın, başlıq zolağının alt tərəfində, alt hissəsində menyu zolağı, lent tabları zolağı yerləşir. Excel'in Word kimi bir dənə menyusu var, fail menyusu, qalanları lent tablarıdır. Baxın, Home, Insert, Page Layout, Formula, Data, View və View lent tablarımız var. Lent tabları zolağının sağ tərəfində, baxın, burada düymələrimiz var. Bax, bu düymələr nə üçün istifadə olunur? Bunu Word-də keçmişdik. Lenti gizlətmək düyməsi. Qısa yolu Ctrl plus F1. Kömək düyməsi, sual işarəsi olan kömək düyməsidir. Bu, Excel ilə bağlı kömək pəncərəsini açır. Burada görürsünüz, müəllimlər, bunlar Word-də yox idi. Biri var, yuxarıda X əmri, pəncərəni əvvəlki vəziyyətinə bərpa etmək və minimize. Biri var, menyu lentinin üstündəki bu komandalar. Baxın, bu komandalar nəyi göstərir? Bu sənədi, proqramı bağlamadan sənədin özünün tapşırıqlar zolağına yığır. Baxın, bu aşağı yığdı, gördünüz. Tam ekran böyütməni vurdum, sənədi açdı. Sənədi baxın, kiçik ekranda görürsünüz. Sənədimiz kiçik ekranda görünür. Və yaxud da tam ekran böyütdüm. Biri də var, sənədi X əmrindən, bu exit əmrindən, sənədi tam bağladım. Baxın, görürsünüz, sənəd yoxdur. Ctrl-N-lə təzədən yeni sənəd açdım. Yəni, bu komandalar pəncərəni yox, sənədi, Excel sənədini idarə etmək üçün istifadə olunan komandalarımızdır. Keçək alt sətrə.
Baxın, bu hissə lent tabı adlanır. Yəni, lent, baxın, home lent tabının üzərindəyəm. Insert-ə keçirəm, insert-ün lenti açılır. Page layout-a keçirəm, page layout-un lenti açılır. Yəni, bu home aşağısında, baxın, bu açılan lent adlanır. Lentin aşağısında bu hissə bizim iş sahəmizdir. Hətta iş sahəsində biraz miqyası artırıram ki, siz rahat görəsiniz. Baxın, müəllimlər, burada gördüyünüz bu hissə A1 yazılan Excel proqramında biz cədvəldə hansı xananın üzərində isə o zaman bura həmin xananın ünvanı yazılır. Ümumiyyətlə, Excel cədvəl prosesoru olduğuna görə deməli, burada bir cədvəl olacaq. Cədvəl də bilirik ki, sətirlərdən və sütunlardan ibarətdir. Sətir və sütunların kəsişməsində də xanalar durur. O zaman, deməli, mən burada hansı xananın üzərində vururamsa, baxın, bura yazılır C2. Görürsünüz? Bu nə deməkdir? C sütunu ilə ikinci sətrin kəsişməsində duran xana. Baxın, bu. Ona görə C2 adlanır. Deməli, biz burada baxın, Excel proqramının cədvəlində birinci xananın üzərində vuranda bura yazılır A1. Bu da suallara düşür ki, Excel proqramında birinci xananın ünvanı necədir? A1-dir. Çünki sütun adları Latın əlifbasının hərflərindən, sətirlər isə rəqəmlərlə işarələnir. Xananın adı yazılanda birinci sütunun adı yazılır A, sonra sətrin adı yazılır 1. Yəni, heç vaxt xananın adı yazılanda birinci sətrin sonra sütunun adı gələ bilməz. Həmişə sütunun adı birinci gəlir, sətrin adı isə ikinci gəlir. İndi müəllimlər, Excel proqramında sütunlar Latın əlifbasının hərflərlə işarələnirsə, o zaman neçə sütunumuz var? Baxın, bu suallara düşür. Yadınızda saxlayırsınız. Hətta mən bunu qeyd edeyim, siz də qeyd edeyim. Baxın, elə bu xananın içində yazıram. Excel-də 16.384 sütun var. 16.384 dənə sütun var. Bu da bərabərdir 2 üstü 14-ə. 2 üstü 14. Mən bunu indi burada bu krişa işarəsi deyirəm mən buna. Ondan yazacağım. 2-nin qüvvətində 14. 2 üstü 14, 16.384 deməkdir. Sütun sayımız 2 üstü 14-ə bərabərdir. Sətir sayımız isə Excel-dəki sətirlər, sətir sayı bərabərdir 1.048.576-ya. Bu da bərabərdir, müəllimlər, bu da bərabərdir 2 üstü 20-yə. Yəni, 2-nin qüvvətindən göstərsə 2 üstü 20-yə bərabərdir. Biz bilirik ki, ümumiyyətlə cədvəldə xananın sayını soruşanda xanaların sayı sətir və sütunların hasilinə bərabərdir. Sətiri sütuna vuranda xananı alıramsa, o zaman 2 üstü 14-ü 2 üstü 14-ü vuranda 2 üstü 20-yə bu bizə verəcək xanaların sayını. Bu da bərabərdir. Əsaslar eyni olanda üstlər toplandığına görə, deməli, bu edəcək 2 üstü 34. Aydındırmı? Bura qədər sualınız var? Xeyr. Əla. Bax, bu sətirlərin sayı, sütunların sayı, xanaların sayını ədədlə soruşmur, indi qüvvətlə soruşur, amma siz bunu əzbərdən bilməlisiniz ki, nə qədər sətir, nə qədər sütun, nə qədər xana var. İndi müəllimlər, baxın, bu cədvəldə, bax, bu yuxarı sol küncdə belə bir işarə var. Bax, bu işarə bütün cədvəli seçməkdir. Cədvəli seçdikdən sonra cədvəlin içindəki yazıları silmək, təmizləmək istəyirsinizsə, delete klavişindən istifadə edirsiniz. Baxın, backspace yoxa. Cədvəlin məzmununu siləndə seçdikdən sonra delete klavişini vurmaq lazımdır. Sonra keçək Excel proqramında aşağı hissəyə, vəziyyət sətrinin üst tərəfinə. Baxın, pəncərənin yox, bu qaldı. Düstur zolağını deyim, sonra keçək. Baxın, burada dedik ad qutusudur və yaxud da ünvan sətri deyirik buna. Hansı xananın üstündə isə o xananın
ünvanı yazılır. Bu hissə, baxın bu fx yazılan hissə düstur zolağıdır. Excel-də xanada nə yazırıqsa, həmin yazı düstur zolağında görünür. Mən xanadakı yazını dəyişmək üçün istifadə edə bilərəm xananın özündən. F2 klavişini vuraram. Yadınıza gəlir, Windows əməliyyat sistemində qovluğun və yaxud da failin adını F2 klavişindən dəyişir. Baxın, F2-ni vuranda kursor burada dəyişmə rejiminə keçir. Məsələn, mən burada salam sözünü silib yerinə başqa bir şey yaza bilərəm. Və yaxud gələrəm burada düstur zolağında. Dünya sözünün yanında bir dəfə sol düyməni klikləyərəm və dünya sözünü silib yerinə salam yaza bilərəm. Yəni, dəyişikliyi mən, baxın, bir xananın özündən edə bilərəm, bir də düstur zolağından edə bilərəm. Xanada nə yazılıbsa, həmin xananı seçəndə o xananın məzmunu düstur zolağında görünür. Yəni, içəriyi düstur zolağında görünür. Xanadakı veriləni dəyişmək üçün F2-dən başqa, düstur zolağından başqa, bir də mousun sol düyməsini 2 dəfə astaca klikləmək lazımdır. Bu şəkildə də yenə də xananın içərisindəki veriləni dəyişə bilərik. Bu da yadınıza gəlirsə, yenə də failin və qovluğun adını dəyişmək üçün istifadə etdiyimiz üsullardan biridir. Bura qədər belə. İndi müəllimlər, keçək pəncərənin aşağı hissəsinə. Baxın, burada biz dedik ki, Excel sənədinə ilkin verilən ad book 1-dir. Baxın, mən bayaqlarım book 1 adında olan sənədi bağladım. Yerinə yeni sənəd açdım. Ona görə bura yazıldı artıq book 2, yəni kitab 2. Kitabın da vərəqləri olmalıdır. Deməli, Excel proqramında vərəqlər də var. Baxın, aşağı yazılıb. Sheet 1, Sheet 2, Sheet 3. Standart olaraq Excel 2010-da 3 vərəq gəlir. Sheet 1, Sheet 2, Sheet 3. Vərəqlərin sayını, baxın, burada gördüyünüz bu işarə ilə, qısa yolu Shift plus F11-dir. Bu işarə ilə vərəqlərin sayını artıra bilərik. Görürsünüz, bu şəkildə artıra bilərik. Və yaxud da vərəqləri buradan silə də bilərik. Üzərində sağ düyməni vurub, Delete klavişindən vərəqləri silə bilərik. Excel proqramı bizə standart olaraq 3 vərəq təklif etsə də, bu vərəqlərin sayını azalda da bilərik. Baxın, azalda bilərik. Amma standart olaraq bizə 3 dənə vərəq təklif edir. Vərəqlərin adını dəyişmək üçün gəlirik, üzərində sağ düyməni vururuq. Rename əmri, yəni adını dəyiş əmrini vururuq və vərəqin adını dəyişib istədiyimiz bir adı yaza bilərik. Deməli, bu belə. Excel proqramında, baxın müəllimlər, sağ tərəfdə görürsünüz miqyas düymələri yerləşir. Yadınıza gəlirsə demişdik, Word-də minimum miqyas nə qədər idi? 10% ilə müəllim 100% arasında dəyişir. 10% ilə neçə faiz arasında? 100% arasında. Yox, yox. Word-də 10%-dən maksimumu nə qədər idi? Minimum 10 idi, maksimum 100 idi də müəllim. Yox, 500 idi müəllimə. Minimum 10%, maksimum 500%. Excel-də minimum 10%, maksimum 400% aralığında dəyişir. Bax, bunları bilmək lazım. 100 yazmışam. Yox, səhv yazmışsınız. 500. Word-də 10-500-dür, amma Excel-də 10% ilə 400% aralığında dəyişir. Deməli, müəllimlər, bax, bu bizim pəncərə quruluşumuz. İndi keçirəm lövhəmə. Bayaq dediklərimizi bir də lövhədə yazıram. Qeydinizi götürün. Bir də bu ən son sütun, ən son sətirlə bağlı bir-iki dənə məlumat verim. Lövhəmi görürsünüz? Bir müəllimə gəlməyib. Gəlməyib, yaxşı. Aha, deməli, müəllimlər, bax, bir də yazıram. Sətir sayı bərabərdir 1.048.576. Bu da bərabərdir 2/20. Sütun sayı bərabərdir 16.384. Bu da bərabərdir 2/14. Xana sayı
bərabərdir. 2 üstü 20 vur 2 üstü 14. Bu da bərabər eləyir 2 üstü 34. Bu bizim Excel-dəki sayılarımız. Sonra müəllimlər, vərəq sayı. Baxın, vərəq sayı standart olaraq bərabərdir 3-ə. Adları, baxın buradan yazıram. Adları sheet 1, 2 və buradan sığmadı. Buradan yazıram. 3. Deməli, əvvəl, baxın bunu da qeyd edin. Əvvəl sütun adı yazılır. Sonra sətir. Məsələn, A2. Bunlar bizim sayılarımız. Sonra keçdi indi qısa yollara. Qısa Müəllim, yollardan, olar bircə dəqiqə olar sual verin. buyurun müəllimə, buyurun. O incə yazdığınızı bircə dəqiqə geri qaytarın. Müəllimə. Aha, qayıtdıq. Burada, ay sağ ol. Bax, buradakı yazdığınız 2 üstü 10 vuraq 2 üstü 14 elə. Üstü 20 vuraq, Tamam. üstü 14. Yox. Bəli. Hə, bax, onu xəbər alacaqdım ki, o 10 nəyinkidir? O dəqiqə mən şübhələndim ki, bu 20-ninkidir bu 14-lə ikisininki 34 Bəli. edir. Bəli müəllimə, o 20-dir, 20. Yaxşı, Hə, davam elə edək. Aha. Deməli, qısa yollardan öyrəndiklərimiz. Kömək. Köməyin qısa yolu F1. F1. Lenti gizlətmək və yaxud da lenti geri qaytarmaq. Ctrl plus F1. Pəncərədən çıxış. Alt plus F4. Sənəddən çıxış, yəni sənədi bağlamaq. Ctrl plus F4. Bunları qeyd edirsiniz ha. Yeni vərəq yaratmaq. Yeni vərəq yaratmaq. Ctrl, daha doğrusu üzrü sayın. Shift plus F11. Bu da yeni vərəq yaratmağın qısa yoludur. Bunları da qeyd edirsiniz. İndiyə qədər biz bunları keçdik. Davam edirik indi Excel-dən. Deməli, müəllimlər, burada ən sonuncu sütun. Baxın, biz deyirik ki, Latın əlifbasının hərflərlə işarələnir. Görürsünüz sütun adları. İndi gəlin biz bu sütun adlarını biraz sağa doğru gedək. Baxın, əslində pəncərəyə sığan qədər yox. Bu cədvəl çox-çox böyükdür. Biz deyirik burada 16.384 dənə sütun var. Ən sonuncu hərfimiz Z-dir İngilis əlifbasında. Sonra gəlir A, A, B, A, C, yəni şu kombinasiyalar gəlir. A-nın kombinasiyaları bitdikdən sonra baxın B, A, B, 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 C bu şəkildə gəlir. Bunun ən sonuncu sütun adı XFD sütunudur müəllimlər. Baxın, görürsünüz XFD. XFD sütunu 16.384-cü sütundur. Yəni 16.384 sütun XFD-də tamamlanır. Bunu qeyd edək. Sayaqşon gedib qeyd eləyərəm yazarsınız. Ən sonuncu sütun XFD. Ən sonuncu sətir də əlbəttə ki olacaq 1.048.576-cı sətir. Görürsünüz? Ən sonuncu xana. Xana sütun və sətir adından ibarət olmur. Ən sonuncu sütun XFD. Ən sonuncu xana da sətir də 1.048.576 olduğuna görə baxın yuxarıya bu ad qutusuna və seçdiyim hissəyə. Ən sonuncu xanadayam cədvəldə. Ən sonuncu xanaya yazıb ki 1 milyon XF'de 1.048.576. Aydındır. Bax bunu yadınızda saxlayırsınız. Bundan o tərəfə gedə bilməz. Məsələn, gəlin keçək
lövhəmizə. Baxın müəllimlər. Deməli, ən son xana XFD. Ən son sətir 1.048.576. 576-cı belə yazaq. İndi ən son sütuna getmək üçün. Ən son sütuna getmək üçün kontrol düyməsi və sağ oxdan istifadə edirik. Bayaq mən getdim. Ən son sətrə getmək üçün. Ən son sətrə getmək üçün kontrol düyməsi plus aşağı oxdan istifadə edirik. Ən son xanaya getmək üçün ay müəllimlər. Deməli, mən ən son xanaya getmək istəyirəmsə, ən son sətrə və yaxud da ən son sütuna, ən son sətrə getməliyəm də. Yəni, bu ikisini kontrol plus aşağı ox ən son sətrə gedəcək. Plus sağa ox. Bu bizə aparacaq ən son xanaya. Ən son xana XF-dir. Ən son sətri yazdım. Ən son xana yox, üzrü sayını. Ən son sütun yazmaq istəmişəm burada. Ən son sütun XF-dir. Bu ikisinin birləşməsindən ən son xana XF-D 1.048.576-dır. Bu hissə burada sığmadı. Bunu bu tərəfdən yazaq təzəm. Ən son xana buradan yazıram. XF-D 1.048.576. Ən son xananın ünvanı, baxın, budur. Bunları qeyd edərsiniz. Sonra müəllimlər, indi burada bizə nətər suallar gəlir? Baxın, təzə vərəq açıram. Onu videodan özünüz qeyd edərsiniz. Buradan bizə gələn suallar. Deyir ki, aşağıdakı xana adlarından hansı yanlışdır? Biz deyirik, xana adı yazılarkən birinci sütunun adı yazılır, sonra sətrin adı yazılır. Məsələn, A2. Məsələn, B12. Məsələn, CB tutaq ki, 106. Görürsünüz, birinci sütun adı yazılır, sonra sətr adı yazılır. Sütun adı da XFD-yə qədər gələ bilər. Məsələn, XFD 1046. Belə bir sütun adı, xana adı ola bilər. Çünki nə bu sütun hissəsi bizim XFD kombinasiyasını aşmayıb, nə də ki sətr hissəsi 1.048.576-nı aşmayıb. İndi burada belə sual verir. Deyir ki, aşağıdakılardan hansı yanlışdır? A variantı. Bak ki A17. B variantı. XFG tak ki 1246. C variantı. MM 144. D variantı. AB 123. Y variantı bak ki olsun B, C, A bak ki belə bir şey 1046. Şimdi bunlardan hansı yanlışdır? Deyebilirsinizmi? M olan müəllimə. Niye? XFG. Niye matematik müəllimi? İkisi də eynidir də. Çünki G elə bir lap sonuncuda bizə G yoxdur M, axı. XFD-yə qədərdir. Ay, sağ olun. Baxın, burada baxırıq A ola bilər, 17 ola bilər. Heç biri sərhəddə aşmayıb. MM ola bilər də, MM kombinasiyası var. 2-3 hərfli ən sonuncu xanamız XFD-dirsə, XFD-yə qədər 2 hərfli kombinasiyaların hamısı ola bilər. 144 də sətr hissəsi yenə də 1.048.576-nı aşmayıb. AB kombinasiyası ola bilər, XFD-dən əvvəldir. 123 ola bilər. BCA da olar, çünki bu da XFD-dən əvvəldir. XFD-yə qədər bu kombinasiya olur. 1046 da aşmıyor. Amma XFC ola bilməz, çünki ən sonuncu XFD-dir. C də D, Y, F, C. D-dən 3 mövqe sonra gəlir. Yəni, XFC kombinasiyamız yoxdur. Ona görə B variantı ola bilməz. Aydındır bura, bu hissə.
Və yaxud da Tamam, məsələn B deyər, yoxdur. deyər ki, 1A. Bu ola bilər ha müəllimlər. Hansı müəllimə? 1A. Xeyr. Xeyr. Ola Rəqəm bilməz. Niyə? müəllim, tətil gələ bilməz. Niyə ola Ədəd bilməz? müəllim, Bəli, rəqəm sətr qabaqdadır. əvvəldə gələ bilməz. Birinci sütun adı gəlməlidir, sonra sətr adı gəlməlidir. Yaxşı, indi mikrofonları bağlayın, onda davam edək. Deməli, müəllimlər, biz ən birinci xanaya getmək üçün bayaqçıların əksini etməliyik. Birinci ya kontrol sola ox və yuxarı ox və yaxud da yuxarı ox, sola ox hər ikisi eyni şeydir. Aparacaq bizi birinci xanamıza. İndi gəlin sizlə Excel-də xanaların növlərini öyrənək. Ümumiyyətlə, Excel-də xanalar iki cür olur. Biri var asılı xana, biri var asılı olmayan xana. Yəni, asılılığına görə iki cür olur. Xanaları biz düsturlarda istinad olaraq istifadə edirik. Ümumiyyətlə, Excel-də düstura başlayarkən bərabər işarəsini istifadə edirik. Baxın, gördünüz, bərabər yazırıq. Qoy, mən bunu biraz yaxınlaşdırım. Bir dəqiqə, müəllimlər. İş sahəmizi yaxınlaşdırdım, sizi rahat görün. Deməli, baxın, bərabər işarəsi yazırıq, birinci. Sonra, məsələn, hətta gəlin burada bir 5 yazaq A1-də, A2-də 2 yazaq, burada da A3-də də 9 yazıram. İndi B1 xanasında düstur yazıram. Düstura başlayarkən mütləq bərabər işarəsi yazmalıyıq, yoxsa hesablamayacaq. Bərabərdən əlavə plus da yaza bilərik. Plus yazsaq, özü avtomatik olaraq onu bərabər kimi görür. Yəni, yenə də gəlir, çıxır bərabərə. Deməli, bərabərdir. Baxın, A1 xanasının üstə vururam. Özü yazır, görürsünüz, bura A1. Yazıram plus. A2 xanasının üstə vururam. Yazıram plus. A3-ün üstə vururam. Gördünüz, hər birini bura yazdım. Yəni, düsturda A1, A2, A3 yazılmağı əslində 5 üstə gedək, 2 üstə gedək 9 deməkdir. Baxın, enteri vururam, yazır 16. Deməli, burada baxın, müəllimlər, mən düstur yazdım da, düstur zolağına baxın, həmin düstur zolağında görünür. Və bu düsturda istifadə etdiyim bu A1, A2, A3, bunlar adlanır istinadlar. İstinad həmin xananın ünvanıdır ki, mən o xanaya istinad etdim və oradan qiymət götürdüm. İndi baxın, buradakı B1 xanası normal görünüşü digərlərindən fərqlənmir. Yəni, A1-dən, A2-dən, A3-dən fərqlənmir. Amma A1-in üstə vuranda düstur sətrinə görürsünüz 5 düşür. A2-nin üstə vuranda 2 düşür. A3-ün üstə vuranda 9 düşür. Amma B1-in üstündə vuranda, baxın, bura bir düstur düşdü. Gördünüz? Yəni, bu deməkdir ki, B1 xanası asılı xanadır. Asılı xana tərkibində düstur olan xanadır. Çünki niyə? Mən əgər A1, A2, A3-dən birini dəyişsəm, məsələn, bunu 9 yox, 20 elədim. İndi baxın, enteri vuran kimi B1 xanasındakı 16-ya fikir verin. Dəyişib olacaq 27. Çünki mən düsturda nə yazmışam? A1 üstə gələ, A2 üstə gələ, A3. Görürsünüz? A3-ün qiymətini mən burada dəyişən kimi avtomatik burada da dəyişmiş olur. Çünki bu dəyişəndir. Aydındır mı müəllimlər bura qədər? Burada nəyi sildim? B2 yazdım. Aha, əla. Bu bizim aslı xanamız. Bunlar da aslı olmayan xanalar. Bir də var müəllimlər, xanalar aktivliyinə görə də növlərə ayrılır. Aktiv xana, aktiv olmayan xana. Baxın, mən hansı xananın üzərində mousun sol düyməsini klikləyib seçirəmsə, həmin xana olur aktiv xana. Necə yerdə qalan xanalar olur? Pasif xana. Bir də var istinadların nisbi, mütləq və yaxud da qarışıq olmasına görə növləri, yəni dəyişib dəyişməməsinə görə növləri. İstinad bayaq dedik, bu düsturda istifadə etdiyimiz xana adlarıdır. İndi gəlin istinadların növlərini keçək, lövhədə göstərim, oradan qeyd edin.
Siz də mənimlə bərabər qeyd edin, diqqətlə qulaq asın. Deməli, müəllimlər, istinadların növləri. İstinadların üç növü var. Nisbi, mütləq, qarışıq, mütləq, yaxşı belə yazın. Mütləq, qarışıq. Üç dənə növdə istinadımız var. Deməli, nisbi istinad nədir? Yəni nisbi xana. Məsələn, A2. Məsələn, B13. Məsələn, C108. Məsələn, AB 16. Bunlar nisbi istinadlardır. Nisbi dəyişən deməkdir. Dəyişən. Baxın, müəllimlər. Burada mən A2 düsturunu, A2 istinadını hansısa xanaya köçürdəndə bunun nisbi olmasına görə bunun sütunu və sətri dəyişə bilər. Exceldə mütləqlik işarəsi, yəni dəyişməməsi üçün istifadə edəcəyim işarə dollar işarəsidir. Baxın, dollar işarəsi varsa, o zaman həmin sətr və yaxud da sütun dəyişməyə bilər. Mütləq istinad necə olur? A2-nin həm sütununun, həm sətrinin qarşısına dollar işarəsi yerləşdiririk. Bu deməkdir ki, mən bunu hara köçürsəm, bu dəyişməyəcək. Məsələn, B13-ü mütləq olaraq göstərmək istəyirəmsə, B-nin qarşısına dollar işarəsi, 13-ün qarşısına dollar işarəsi yerləşdirirəm. C-nin qarşısına, baxın, dollar, 108-in qarşısına dollar yazıram. Burada 1-in, 0-ın, 8-in qarşısına ayrı-ayrılıqda yazmırıq, ha. Ona fikir verin. AB-nin qarşısına dollar işarəsi, 16-nın qarşısına dollar işarəsi yazıram. Mən əgər hər ikisinin qarşısında dollar işarəsi istifadə etdimsə, mütləq ünvandan istifadə etmiş oluram. Mütləq ünvana çevirmiş oluram. Qarışıq ünvan isə nə nisbi deyil, nə mütləq deyil. İkisinin qarışığıdır. Baxın, A2-ni qarışıq formada yazsam, ya A dollar 2 yazacam. Burada sətr mütləq qalır, sütun nisbi. Və yaxud da dollar A2 yazacam. Burada da sütun mütləq qalır, sətr nisbi qalır. İndi keçək B13-ü yazaq. Baxın, yazacam B dollar 13 və yaxud da dollar B13. Və yaxud da dollar B13. Baxın, bu qarışıq istinaddır. Mütləqlik işarəsi dedik, dollar işarəsidir. Keçək indi bunu sizə Exceldə nə olduğunu göstərim. Yəni, bu nə deməkdir? Baxın, müəllimlər, bunu seçdim. Baxın, delete vurdum, məzmunu sildim. İndi gəlin, bura bərabərdir yazıram. Bərabərdir yazıram. Yazıram A3. Gördüyünüz kimi, bax, A3-də heç nə yoxdur deyib, burası 0 yazdı. Amma baxın, düstur zolağında bərabərdir A3 yazır. Yəni, burada A3 yazmışam. İndi bu nisbi ünvanı da qarşısında görürsünüz, mütləqlik işarəsi yoxdur. Baxın, burada Exceldə xananın sağ aşağı küncündə gördüyünüz belə bir qara plus işarəsi gəlir. Bu plus işarəsindən tutub biz xananı aşağıya doğru çəkdikdə, xanada olanı aşağıya doğru köçürdür.